konfet kağızına bükülmüş istifadəyə yararlı ov güllələri aşkar edilmişdir. Heç bir zərəri yoxdur. Bütün təhlükəli əşyalar aşkar olunur. Sərnişin özü zibil qutusuna atır öz mayesini. Bu qədər. Bortda özü ilə daşımasının heç bir mənası yoxdur. Gömrükdən biz eyni məntəqədə fəaliyyət göstəririk, lakin gömrük nəzarəti iqtisadi təhlükəsizliyi təmin edir. Biz isə aviasiya təhlükəsizliyi olaraq sərnişinlərin həyat və sağlamlığını, o cümlədən xüsusi obyektlərin mühafizəsini təmin edirik. Bəli, xüsusi metodika var. Bu metodika profiling metodu adlanır. Biz bununla şübhəli sərnişinləri vaxtından əvvəl aşkar edə bilirik. Belə insanlarla biz tez-tez rastlaşırıq. Həmin insanlara təklif edirik ki, insanlar içərisində, cəmiyyət içərisində yox, xüsusi ayrılmış otaqda baxış keçirək. Və belə baxış 2 nəfər hal şahidinin iştirakı ilə və 2 nəfər aviasiya təhlükəsizliyi əməkdaşları ilə birlikdə baxış həyata keçirilir. Mənim özümdə yox, iş yoldaşımda belə bir hal olubdur. Poçt qismində daşınan əl yükünə baxış keçirilən zaman konfet kağızına bükülmüş istifadəyə yararlı ov güllələri aşkar edilmişdir. Təəssüflər olsun ki, sərnişinlər elə qəbul edir ki, bu zərərlidir, lakin heç bir zərəri yoxdur və insana zərərli təsirinin normada saxlanılması üçün, zərərli təsirinin olmaması üçün sanitariya və epidemiologiya mərkəzi tərəfindən daim nəzarətdə saxlanılır bizim rentgen qurğularımız. Xeyr, heç bir zərəri yoxdur. Buradan sərnişinlərə üz tutub demək istəyirəm ki, tam rahatlıqla öz elektron qurğularını X-ray qurğusu vasitəsilə baxışdan keçirməyə təqdim edə bilərlər. X-rayi aldatmaq mümkündür, lakin unutmaq lazım deyil ki, X-rayi idarə edən bizim mütəxəssis əməkdaşlarımızdır. Hər hansı bir şübhəli məqamda, qaranlıq məqamda həmin əl yükü açılaraq fiziki baxış keçirilir və bu zaman bütün təhlükəli əşyalar aşkar olunur. Heç bir halda sərnişinin heç bir əşyası aviasiya təhlükəsizliyi əməkdaşı tərəfindən müsadirə olunmur. Bu halda biz təklif edirik ki, sərnişin baqajda daşısın həmin əşyasını. Bu mümkün olmadıqda yola salan sərnişinə verilməsini təklif edirik. Bu da mümkün olmadıqda isə təklif edirik ki, sərnişinin istəyini nəzərə alaraq, onu aklaşdıraraq 30 gün müddət ərzində saxlayırıq. Bunların heç biri mümkün olmadıqda isə sərnişin özü zibil qutusuna atır öz mayesini. Bu qədər. Notebookun üzərinə digər təhlükəli əşya qoyaraq X-rayi aldatmaq mümkün halı baş verə bilər. Bu halın aradan qaldırılması üçün bütün notebooklar öz çantalarından çıxarılaraq X-ray vasitəsilə baxışdan keçirilir. Sonda isə yandırmamızın səbəbi odur ki, biz əmin olmalıyıq ki, həmin notebook işləkdir və ya işlək deyil. Əgər işlək deyilsə, bortda özü ilə daşımasının heç bir mənası yoxdur. Fürsətdən istifadə edərək sərnişinlərə üst tutaraq onu demək istərəm ki, uçuşa vaxtından əvvəl gəlsinlər, 3 saat əvvəl gəlsinlər, çalışsınlar ki, idman geyimlərində olsun. Bu, onların təhlükəsizlik məntəqələrindən daha sürətli keçməsinə şərait yaradacaq və sonda onu demək istərdim ki, öz əl yükü və baqajlarını yığmazdan öncə Azal saytında yerləşdirilmiş, daşınması qadağan olunmuş əşyaların siyahısına uyğun yığsınlar öz çantalarına.